Layihəyə ötən ilin dekabrından başlanılıb və inşaat işləri mərhələli şəkildə aparılır. Məqsəd şəhərdə müasir ticarət və əyləncə infrastrukturu yaratmaq, yeni iş yerləri açmaq və əhalinin rahat alış-veriş imkanlarını genişləndirməkdir. Binanın ümumi sahəsi 6147 kvadrat metrdir. Tikinti işlərinə 2025-ci il dekabrın 15-də başlanılıb, 300 iş gününə, yəni bu ilin axırına tamamlanması nəzərdə tutulur. İnşallah biz bu sürətlə ilin axırından da əvvəl bu tikinti işlərinin başa çatdırılmasını həyata keçirəcəyik. Binanın konstruksiya sistemi monolit dəmir beton karkas sistemində layihələndirilib. Hazırda binada beton qəlib işləri yekunlaşıb, hörgü və suvaq işləri görülür. Binada ən müasir sistemlərin tətbiqi nəzərdə tutulur. Burada əyləncə mərkəzi və ticarət sahələrinin istifadəyə verilməsi nəzərdə tutulur. Eskalatorla, liftlə təmin olunubdur, hərəkətli işıqlarla təmin olunubdur, təhlükəsizlik sistemi hamısı quraşdırılacaq və ilin axırında da bina təhvil veriləcək. Hər gün 1000 nəfərdən çox adam qəbul etmək imkanı var. Yeni müasir tipli ticarət mərkəzinin inşası Naxçıvanın inkişafına və sakinlərin həyat keyfiyyətinin yüksəlməsinə özünə məxsus töhfə verəcək. Xosrov İbrahimov, Sura Bəşirova, Namiq Abbasov, NTV Xəbər.